Asiye, bəs o başa əyləndi. Başım əylədir mənim. Onsuz da əsəbiyəm, sən də bir tərəfdən mənim əsəblərimlə oynama. Sənin əsəblərinlə mən oynayıram da, hə? Ana, bu nə xasiyyətdir səndə? Özün problem yaradırsan, özün min oyundan çıxırsan, sonra da günahı başqasında axtarırsan. Başa düşmədim, niyə də məni ittiham eləyəcəksən sən? Neynəməliyəm? Sən mənə başa sal. Sənin nə işin var idi orada? Niyə getmişdin ora? Asiye, bax səndən xahiş edirəm, əvvəlcə sakit ol. Sakit ol, özünə əl al, mənə qulaq as, sənə mən hər şeyi izah eləyəcəm, amma sakit ol. Nəyə baş salacaqsan, Anar? Nəyə baş salacaqsan? Başa düşdüm də, sən çıxdın, getdin, güya telefonla danışırsan. Biz ora elçiliyə getmişdik. Sən Muradla niyə görüşürsən, hə? Nə baş verir? Nə vaxt istəyirsən görürsən də Muradı. Gəlib bizi günlərlə qalır. Çox da yaxşı baxırıq ona. Nə istəyir eləyir. Asiye, nə əlaqəsi var axı? Əlaqəsi var. Sən niyə getmişdin ora? Mənə düzünü de. Niyə o sənə elə əsəbi idi? Mənim sualıma cavab ver də. Mən başa düşmürəm nə baş verir. Asiye, heç nə olmamışdı deyirəm sənə. Sakit ol, bəsdir! Anar, sən dəhşətsən. Sən dəhşətsən. Mən səni başa düşə bilmirəm. Mənə niyə yalan danışırsan? Mən sənin üçün nigar deyiləm, Mənə yalan danışa bilməzsən. Mən gördüm də. Murad sənə qarşı çox əsəbi idi. Heç nə olmasaydı el eləməzdi. Səni qovdu yanından. Mənə bax. Mənə bax. Mənə bax. Mən yorulmuşam. Xahiş edirəm, düzünü de. Onsuz da mən çox əsəbiyəm, çox əsəbiyəm. İlkinə görə susurdum. Hər dəqiqə mənə söz atırdı. Başqa qadın olsaydı onun saçını yolmuşdu. Amma sənə çox əsəbiyəm. Çox əsəbiyəm. Mənə düzünü de. Asiye, heç nə olmamışdı. Bax, mən çıxdım telefonla danışam. Sonra istədim ki, gedim Murada bax çəkim. Görüm axşamkindən sonra vəziyyəti, halı necədir. Gördüm ki, Tural'la gəlir. Məni gördü, başladı qışqırmağa, hayküyü qoparmağa. Asiye, başa düş. İndi onun keçid dövrüdür. Agresiyası var. Normalda, yəni mənlik bir şey yoxdur. Burada başa düşülməyəcəyin nə var axı? Niyə özündən bu qədər çıxırsan sən? Sən ora getməməliydin. Sən ora getməməliydin, Anar. Getməməliydin. Çok sağ ol Tural. Her şey için çok sağ ol. Hərdən mənə elə gəlir ki, sən mənim üçün elədiklərin xəcalətindən heç vaxt çıxa bilməyəcəm. Elə demə, neyləmişəm ki? Bir də ki, əgər eləmişəmsə də, sənə görə eləmişəm. Bundan sonra da eləməyə hazıram. Sən çox çətinliklərdən keçmisən. Mən sənə demişəm, yenə təkrar edirəm. Həmişə, hər zaman sənin yanındayım, Nigar. Yaxşı. Sən mənim üçün çox dəyərlisən. Bunu unutma. Yaxşı Murad, mən gedim. Nəsə sözün olsa zəng elə mənə də, yaxşı? Yaxşı. Ötürüm sən. Yox, yox, ehtiyac yoxdur. Mən getdim. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Hələlik. Açsan. Nəsə hazırlayayım sənə. Yox, narahat olma, acı deyiləm. Heç nə istəmirəm. Yaxşı. Oğlum,
Səninlə bir kəlmə danışmaq istəyirəm. Bilmirəm məni düz başa düşəcəksən yoxsa yox. Amma çalış düz başa düşəsən. Sən atanla gərək elə danışmayaydın. Ana, bilirsən ki... Oğlum, qulaq as mənə. Başa düşürəm. Onun hərəkətləri səni qıcıqlandırır. Təsir eləyir sənə, toxunur ürəyimə. Amma sən də böyük oğlansan axı, uşaq deyilsən. Sən gərək başa düşəsən oğlum. İnsan həyatda çox şey üz seçir. Məşğul olduğu sənəti, nə bilim, iş yerini, yaşayış yerini, çox şey. Amma təəssüf ki, insan valideynlərini üz seçmir. Anar sənin atandır, Murad. Nə olsa da sənin atandır. Sən onu dəyişə bilməyəcəksən. Ona görə də gərək ona uyğun hərəkət eləyəsən. Sən gərək ondan elə danışmayaydın. İndi atamla belə danışmağımı istəmirsən? Əlbəttə istəmirəm. Mənə xoş olar ki, sən onunla münasibətini yaxşı saxlayasan. Bizim aramızda olanlar sizin ünsiyyətinizə mane olmamalıdır, Murad. Onda atamla barış. Ana, barış da. Əvvəl kimi bir yerdə olaq da. Mən istəyirəm yenə bir yerdə yaşayaq. Bir ailə kimi. Oğlum, bu mümkün deyil axı. Biz ayrılmışıq. Sən özün də yaxşı bilirsən. Mən yox, atan ayrılıb gedib. Onun bizə qayıtmağı daha mümkün deyil, Murad. Onun ailəsi var, qızı var. Bilirsən oğlum, mən bu arada çox fikirləşmişəm. Amma yox, Murad. Artıq çox keçdi. Çox. Onda Tural'la evlən. İkisindən birini seç. Oğlum, bilirsən bu elə məsələdir Ana, ki... mən səni başa düşürəm. Yaxşı başa düşürəm. Amma onu da görürəm ki, atam səni çox pis incidir. İstəmirəm mən də o bura gəlsin. İstəmirəm. Belə gəlib getməyə artıq mənə lazım deyil. Ana, məncə sən evlən. Qoy bir dəfəlik çıxıb getsən həyatımızdan. Ana, mən istəyirəm sən xoşbəxt olasan. Hər nə olur olsun, istəmirəm səni kimsə incitsin.
Axşamın xeyir. Axşam xeyir. Əslə sənlə çox ciddi söhbətim var mənim. Bilirəm də nə deyəcəksən. O ərin nə hoqqa idi çıxartırdı? Hə? Hacalı çəkmədiniz? Amma bəsdir də. Elə bilirsən mən özümü yaxşı hiss edirəm. Görmürsən ürəyim partlayır. Mən hələ özümə gələ bilməmişəm. Qanqaraçılıq salmağa vaxt tapdı o da. Yer tapdı qanqaraçılıq salmağa. Biabrolasız siz elə. Kim bildi? Dediniz onu. Oturmuşdum orada. Qanım qara. Uşaq da gəldi gördü ki, qanım qara oturmuşam orada. O da həssas uşaqdır, hər şey dəqiq bilir. Olsa baxan kim bilir ki, nə var, nə yoxdur. Dediniz? Yox az, elə şey demək olar ona. Dedim, hər şey çox yaxşı keçdi. Hərini aldıq, üzüyü taxdıq, şərfi boynuna bağladıq. Çox şükür. Hər şey dedim, yaxşı keçdi, narahat olma. Uşaq elə sevinirdi ki, uşaq. Peşman olasınız siz elə. Necə ki eləyirsiniz? Yaxşı demisən. Amma birdən qız deyər onu. Onu düşünməmişəm. Gərək Leyla'ya zəng eləyəm deyəm ki, qıza desin ki, ilkin heç nə deməsin. Amma de. De, çünki ilkinə desə, uşağın üzünə baxa bilmərəm. Əlbəttə. Nə bilim, balam elə sevinirdi ki. Amma hərdən fikirləşirəm ki, bəlkə biz heç o ailə ilə qohum olmayaydıq. Ondan da yaxşısı ola bilərdi. Amma bu ilkin ki var, dediyin üstündə dayanacaqdı. Tərsin biridir. Sən bilirsən də ilkinin xasiyyəti elədir. Tərsdir. Yox, bu anar mən özündən çıxarır. Niyə durdun getdin sən, hə? O iki daşın arasında qırğın salmaq lazım idi orada. Yox, bir əlbəyaxa çıxaydın ondan. Mən boşa düşə bilmirəm. Bəlkə sən bilirsən, cavab ver mənə. Niyə o Nigardan əl çəkə bilmir? Niyə Muraddan əl çəkə bilmir? Niyə gəlib xarabasında oturmur? Amma bəsdir də. Bəsdir. Elə bilsən mənə yaxşıdır. Sən bilirsən mən nə vəziyyətdəyəm. Bezdirib mənə. Nigar ölsün. Alo. Hardasan? Ya səni gözləyirəm, həmişəki yerdəyəm. Sən istəmirsən də çay vereyim. İşləyim nədir bəs? Nə oldu bu? Mən nəsə... Ayşə, çıxıram mən. Hara? Nigarın yanına gelirsən yenə? Atanla görüşəcəm. Hakimlə? Nə də hakim bəy? İşlə bağlı məsələlər var ki, onları müzakirə etməliyik. İşlə bağlı. Nə vacibdir axşam-axşam? Qoy getsin.
Hasil atan çağırıb. Nədir getməyim indi? Bu xarici investorlarla bağlı məsələlərdə onları da üzə danışıb həll eləməliyik. Neyniyim indi, getməyim? Get. Getməlisən. Hələlik. Boş-boş suallar vermək üçün əldən gedirsən. Atan çağırıb ki, onu danlasın. Qoy çağırsın, qulaq vurması versin. Mənim başım partlayacaq indi. Baş var ki, partlasın da. Niyə üstümə gəlirsən? Neyse, neyse. Tamam. Elimizi aldık. Çayımızı şirin elədik. Xoşbəxt olsunlar. Amin. Amin. Yarayanlardan olasın ha kızım. Amin. Amin. Vay. Gözün aydın olsun. Ay ana. Özümü heyecanlandım. Mən balam. Getdiyin evdə bəxtəvər olasan. Olacak. İnşallah olacak. Elbette olacak. Ay Leyla niye böyle kövreysen? Senin de kurban sana. Ay. Mama, xonçan ver bana. He. Ay, heyecanlandım. Buyur. Aç yarını bir götür. Sən bu qədər əzab çəkməyini görmək mənim üçün çox çətindir, Leo. Sizdə də oturanda sənin üzünə baxa bilmirdim. Bilməzdim belə olacaq. Bilməzdim. Həyat bizlə çox sərt oyun oynadı. Çox darıxıram sən üçün. İnan ki, mən də sənin üçün çox darıxıram. Hələ də gözüm yoldadır. Hələ də səndən zəng gözləyirəm. Hakim, sənsiz çox darıxıram.
Bitti Leyla. Bitti. Her dəfə ümidlənmə. Bəs də özümü aldatdım. Akşam olsun hakim bey. Yaşamın xeyir. Otur. Yəqin ki, məni bura Muradla söhbətimizə görə çağırmısınız. Hakim bəy, mən Ayserə də baş sala bilmirəm ki, Murad mənim oğlumdur və mən onun qeydinə qalmalıyım. Ana, sen niye Nigar'ı rahat bırakmıyorsun? Biz kişi... Sen evde Aysel'e ne istesen diyebilirsen, aldatabilirsen, ama mənə yok da. Sen her defa Murad'ı bahane eləyib, Nigar'ın üstünde mübarizə aparacaqsan. Hakim bəy, elə deyil. Elə deyil. Mən həmin günü Muradı görməyə gedirdim. Onda da o Tural'da nə də açıldı qabağıma. Sonra da siz gəldiniz. Anar, Murad'ın sənə dediklerinden belə aydın olur ki, sen onları tez-tez narahat edirsən. Valla nə deyim, Murad mənim oğlumdur. Mənim onunla maraqlanmağım əgər onları narahat eləməkdirsə, bilmirəm. Məsələ belədir, Hakim bəy, baxın. Murad məni bağışlaya bilmir. Aysel'lə evlənməyimi, qızımızın olmağını nəzm eləmək biraz çətindir də. Mən onu da başa düşürəm. Çünki yeni yetmə vaxtlarıdır. Hər şey də üst-üstə gəldi. Mənim də borcum ata kimi. Anar, sen bu nağılı gələcək həyatında kiməsə danışa bilərsən, ona ne yox. Mənim sənə məsləhətim. Papağını qoyursan qabağına, yaxşıca fikirləşirsən. Kişi kimi qərar verirsən. Ya o yanlıq, ya da bu yanlıq. Sen 15 yaşın yok diye saçlarını ağarıp ayıptı sana. Papağını qoyursan qabağına, yaxşıca fikirləşirsən. Kişi kimi qərar verirsən. Ya o yanlıq, ya da bu yanlıq.
Mən gərək ilkindən ayrılıb belə xoşbəxt olmaq olmaz. Hər dəfə biz ailələrimiz görüşəndə anam, Hakim bəy əzab çəkəcək. Nəsə fikirləşməliyim, başqa yolum yoxdur. Gərək mən bağışlayasan ilkin. Doğrudan başqa yolum yoxdur. Nə işdi gəldi mənim başıma. Hiç yatsam yoxuma gəlməzdi. Olar. Buyur. Nigar necəsən, özünü necə hiss edirsən? Şükür, yaxşı olmağa çalışıram. Murad necə? Düzəlir mi olmasa? Səhər vardım dərsə, maşında biraz danışdım onunla. Sakitləşdirməyə çalışdım. Deyəsən düzəlmişdi biraz. Nə bilim, indiki yeniyetmələrdən baş açmaq olur ki, tez-tez əhvalları dəyişir. Elədir. Bilirsən, dünəndən bəri fikirləşirəm, sənə bir şey demək istəyirəm. Tural, niyə sustun? Nigar, gəl. Gəl evlənək. Başa düşürsən? Biz evlənsək, Anar bir də o evə addım ata bilməz, səni narahat eləyə bilməz. Başa düşürsən, buna mən imkan vermərəm. Əgər bütün bu problemlərdən qurtulmaq istəyirsənsə, Anardan qurtulmaq istəyirsənsə, biz evlənməliyik. Anar sənin atandır, Murad. Nə olsa da sənin atandır. Sən onu dəyişə bilməyəcəksən. Ona görə də gərək ona uyğun hərəkət eləyəsən. Sən gərək ondan elə danışmayaydın. İndi atamla belə danışmağımı istəmirsən? Əlbəttə istəmirəm. Mənə xoş olar ki, sən onunla münasibətini yaxşı saxlayasan. Bizim aramızda olanlar sizin ünsiyyətinizə mane olmamalıdır, Murad. Onda atamla barış. Ana, barış da. Əvvəl kimi bir yerdə olaq da. Mən istəyirəm yenə bir yerdə yaşayaq. Bir ailə kimi. Oğlum, bu mümkün deyil axı. Biz ayrılmışıq. Sən özün də yaxşı bilirsən. Mən yox, atan ayrılıb gedib.
Onun bizə qayıtmağı daha mümkün deyil, Murad. Onun ailəsi var, qızı var. Bilirsən oğlum, mən bu arada çox fikirləşmişəm. Amma yox Murad. Artıq çox keçdi. Çox. Onda Tural'la evlen. İkisinden birini seç. Nigar. Yer başa düşürsən, mən bütün bunları sənə görə edirəm. Murada görə edirəm. Mənim üçün siz önəmlisiniz. Mən istəmirəm o səni narahat eləsin. Sənin də xoşbəxt olmağa haqqın var. Baxın, gəl, mənə yenə yox desən, mən səni başa düşərəm. Mən səni tələsdirmirəm. Amma yenə də fikirləş, qərar sənindir, qərarı sən verəcəksən. Mən sənin ömür boyu qayağını çəkməyə hazıram. Muradda nə qədər çox istədiyimi bilirsən, bunu deməyə ehtiyac yoxdur. Sadəcə olaraq düşün, doğru qərar ver. Haklısın. Razıyım. Nigar, Mən hə deyirəm, Tural. Səndən ailə qurmağa razıyım.